Bakıda keçən il qalıqları ortaya çıxan gəminin məşhur filmlə əlaqəli olduğunu bilirsiniz. İzləyək. Тогда в путь же, друзья. Поплывем на поиски капитана Гранта. Bu gəminin ortaya çıxma hekayəsi 2-ci Dünya müharibəsindən sonraya təsadüf edir. Gəmi Finlandiyanın SSRİ-yə verməli olduğu təzminatın bir hissəsi kimi sifariş edilir. Daha sonra SSRİ-yə verilir. 45-50 sərnişin və 15 ekipaj üzvü götürə bilən gəmi Atlantik okeanında üzür. 30 ildən çox istifadə edildikdən sonra Bakı Yaxta klubuna 1983-cü ildə hədiyyə edilir. 1985-ci ildə çəkilən Kapitan Grantın Axtarışında adlı çoxseriyalı macəra filmində istifadə edilir. Bu film dövründə xeyli populyarlaşır. Sonra yenidən Bakıya gətirilir. Restoran kimi istifadə edilir. 1999-cu ildə yanğın zamanı isə yararsız hala düşür. Gəminin adı Kadordur. Bu arada Xəzərdə suyun azalması ciddi ekoloji problemlərin xəbərçisidir. Suya qarşı daha diqqətli olmalı və israf etməməliyik.